Bilmirəm niyə video çəkmək istəmirdim. Elə bil biraz tənbəllik basıb məni. Amma sonra qərar verdim ki, yox video çəkim. Bax, gözlə bir dəqiqə. Hal-hazırda şəhərin mərkəzinə gedirəm, Palermoya. Siciliya adasındayım. Belə qoymuşam. Maşın sürə-sürə özüm üçün mermeyvə basıram. Çox dadlıdır. İtaliyada, İspaniyada ümumiyyətlə mermeyvə alı buradan dönmək olmaz. Hara pavarotnik yandırırsan. Maşın sürə-sürə yəni yolları bərbaddır. Maşının çalxalanmağından bəllidir. İtaliyada yollar bərbaddır da yəni. İsveçdə belə şey oldu. İsveçi görəndən sonra Avropanı bəyənmirəm. Bu nədir? Hər yer çirkab içində, zir, zibil, it günündə. Ne bileyim ama maşını deli kimi sürürlər. Böyle git-gidə maşını sürürlər. Ona dan. Yani o deyil bir sözlə. Bax burada stop işarəsi var ha. Heç kim stop gözləmir bax. Bastı, keçdi, getdi. Yəni qayda, qanun yox, şey yox. Heç kim heç nəyi gözləmir də. Yəni Həsən soxdu dəyirmanı da bir sözlə. Yəni İtalyanlar, İspanlar məncə bu Aralıq dənizinin türklər deyir, Akdeniz sahilləri. Bu dəniz sahilləri hamısının, yəni xalqların xarakteri eynidir. Bax İtalyanlar da eynidir, İspanlar da eynidir, Türkiyədə də eynidir. Nə piyada keçidinə yol vermək var, nə qayda qanun gözləmək var. Dəlixanat da bir sözlə. Özdə hər yerdə çirkab içində, zirzibil. Bax mən zirzibili, hətta yediyim zirzibili belə atmıram da, deva qoymuşam ora. Amma İtalyan məsələn qabağımdan maşın gedir, nəsə yedib pəncərədən atdı kənara. O nə olub, ola etmə də belə. Öz ölkəndə bədbəxt. Yəni yo, nə danışsan? Yəni çox qəribədir. Çox bir sözlə. Amma şəhər belə yollar ki bərbaddır, yollar ki pis gündədir. Xət gözləyən yoxdur da. Yəni 3-4 əslində 4 palasalıq yoldur. Kim hardan gəldi sürür, necə gəldi sürür. Yəni çox stresslidir də. İsveç belə deyil. İsveç kayfdır da, kayf yəni. İsveçdə maşın sürmək qədər rahat heç nə yoxdur. Mən hər gün 10 saat maşın sürəm. Yorulmaq nədir, bezmək nədir? Yəni, nə bilim, dəhşət. Şikayət dolu bir video oldu. Olsun. Ürək sözlərimi bölüşürəm. İtalyanlar, hər dəfə İtaliyaya gələndə belə məyus oluram da. Ölkəmiz gözəldir, təbiəti superdir, niyə qorumursunuz da? Belədir. Deməli, burada tramvay da gedir o tərəfdə. Maşınlar soxa-sox. Kim harda gəldi park eləyib. Bax, ikinci cərgə, üçüncü cərgə. Yəni, bəzən yolun ortasında park eləyib çıxıb gedirlər də. Şəhər biraz çirklidir, amma qəşəng şəhər oxşuyur. Bilməm, hələ ki indi bazara gedirəm. Sür köpək, sür. Yəni, camaat yolun ortası ilə gedir, necə gəldi. Arxadakılar mənə siqnal verir ki, zirdən cırırlar özlərini. Qəribədir, qəribə. Belə maraqlı binaları var. Ümumiyyətlə, şəhər özü Palermo şəhəri belə zəngin şəhərdir. Hiss olunur ki, burada babat pul olub. Çünki bu cür hündür mərtəbəli belə mozaik binaların hamısı varlılığın, zənginliyin göstəricisidir. Mərəqlidir. Hətta fayton da var. Belə camaat da yolun ortasına, düzdür, bunlar yaxşıdır, piyada yolundan keçirlər də. Amma adətən şeydən keçirlər. Kim hardan gəldi keçir. Həsən soxdu dəyirmandır yəni. Mən elə bildim balacadır, amma çox böyükmüş. Və parking, normal parking olmadığına görə də məcbur belə maşınla hər yerə gedib, tez bazar saxlayıb, baxıb. Rahatlıq yoxdur da, biraz stresslidir. Yəni, sən normal parking olanda gelirsən, park eləyirsən. İndi yoxdur deyənə artıq yəni, çox stres yaradır. Mənim gəlib girdiyim yerə bax da sən. Yəni, mənim gəlib maşın soxduğum yerə bax. Bu nədir yala? Həcı! Sürtəzsən maşın indi! Yavaş kinə! Mənim girdiyim yola bax. Bir də adam gəlsə, gələ üstündən keçim.
Hara gedirsən? Ay brat, hara girmisən sən? Oradan, orası dəydi. Güzgü dəydi. Onun qorxusu yoxdur. Amma sağı solu hər yanı sürtüblər. Neyse, gəldik, çıxdıq. İnteresan bir yerə. Bura park yeridir, deyiniyorum. Burada park eləyim. Belə bir yerdə, küçənin ortasında. Orada parking yeri var. Parkda park elədim maşını. İndi o tərəfə Quattro Janti bazarına doğru gedirəm. Və orada nəsə tarixi bir bina var, onun kəlləsi görsənir. Amma çox pisdir ki, bunlar binaları bax, müasir binadır ki, altında amma şey yoxdur da, parking yerləri eləmirlər. Elə Həsən Soxdu deyil mən. Burada yaşayan adamlar bəs başa düşürəm. Bu yəni Palermo'nun 2000 il, 3000 il yaşı var da, tamam, anladım onu. Amma bu binaların hamısı yenidir də, bunun altında parking yerləri tikin də, yəni ağıllarına gəlmir, yoxsa sərf eləmir. Palermo'nun deyəsən mərkəzi buradır, çünki cəmaət burada sülənir. Hamı şəhərin ortasındadır. Mən də maşınla gəlib bura girmək istəyirdim. Belə ümumilikdə mərəqlidir. Neanche a tutti lega questi luoghi, neanche a questi predatori. Vino, vino. Neanche questo tempo qui. Yo, maşınlar gəlir gedir buradan. Hai uomini che ti sono piaciuti. It's wonderful, it's wonderful. Gözəldir amma. İtalyanlar yarada bilir. Orada nəticə tarixi bir fontan var. Böyük bir şeydir. Çəkilin görək. Amma buradan sidiyi gəlir hə. Şu No, guarda, ti per niente. Lo spettacolo d'arte. Bu da protokol yazır deyəsən ki, məsələn. Aha. Şəhərin ortasında maraqlı bir fontan var, heykəllərlə bərabər. Fontan bağlıdır, amma kilsə açıqdır deyəsən. Kilsəyə girmirəm. Demek ki burada bağlıdır. Çəkilin görək. Kilsəyə giriş 4 avro. Thank you. Grazie. Aha. Nəysə, buranı gəlib görmədən getmək günah olardı, çünki bura bir möcüzə incəsənət əsəridir. Bu başqa bir dünyadır da. Bu başqa bir aləmdir. Wow. Sadəcə normalda kilsələrin, katedralların üstü deyək ki, ornamentlərlə, rəsmlərlə bəzənir. Burada heykəllər də var. Wow. Interesant. Çox maraqlıdır. Buna bax. İnanılmaz. Demək ki, o deməkdir ki, çox zəngin olublar. Yəni Palermo, ümumiyyətlə Siciliyanın bu hissəsi görünür ki, orta əsrlərdə dünya ticarətinin mərkəzi olub. Bu qədər zənginliklə belə bir katedral və yaxud da kilsə yaradıblar. Bravo. Bravo. Hələ mərmər tavanı demirəm. Tavan derimi döşəməni. Gözəl.
Hələ klassik musiqinin oxumağına bax. Hardan gəlirdi? Səs buradan gəlir, kolonkalardan. Dəyərdi. 4 avro verib girdiyim, pulla gördüyüm kilsələrdən çox az biridir ki, həqiqətən də dəyərdi. Möcüzə. Mən hər şeyi başa düşdüm. Bu mərmər sütunları hardan necə gətiriblər? Bura necə gətirib yerləşdiriblər? Bu, yəni ən azı 40-50, bəlkə də 100 ton ağırlığındadır. 1000 illər öncə bu texnologiyanın olmadığı bir zamanda bunu mərmər sütunlar deyə, yəni bu pul, işte pul hər şeyi həll eləyir. Bax, qopub hələ orada bir hissəsi. Üstə də qopub. 1, 2, 3, 4, 5, 2, 4, 6, 7, 8. Ən azı bir 30-40 dənə sütun var da bir sözlə. Mərmər sütun. Qəribədir. Möcüzədir, möcüzə. Bilmirəm videoda necə görsənir, amma gözlə tamamən fərqlidir. Buranın bir aurası var ya, belə yerlərin həmişə özünün bir xüsusi aurası var. Wow. Çox gözəl bəzənli bir hədsiz mərmərin içindən. Bir də yəni hamısı 1000 illərlə yaşı var. Qoy gəlin baxım görüm neçənci ildə tikilib bu. Deməli, Church of San Giuseppe dei Padri Teatini adını oxumaq biraz çətinlik çəksəm də bu kilsədir. İtaliyanın Palermo şəhərində yerləşən Siciliyanın barokkosunun ən görkəmli nümunələrindən biridir. Deyir ki, kilsə haqqında deməli kilsənin inşası, ona bax bir dənə, arıqanlıdır, arıqan. Çox inanılmaz gözəldir. Deməli, 1612-ci ildə başlanılıb, 1645-ci ildə tamamlanır. Tamamən yenidir. İtalyan heykəltaraşlıq nümunəsidir bir sözlə. 1600-lərdə bu sütunları nətər söküb gətiriblər. Buna bax. Əzayib. İtalyanlar dindardır, amma nədənsə buranı artıq dindən çıxardıblar. Çox güman ki, burada konsertlər verirlər. Təsəvvür eləyirəm ki, 1600-1700-ci illərdə, yəni bura təmirdən ilk çıxan kimi tikilən vaxtlarında bu qızılı rənglər necə par-par parıldayırmış. İndi baxma, nə qədər də olmasa solub artıq. Bu da yəqin ki, o dövrün ən tanınmış rəssamlarının əl işləridir. Deməli, deyir ki, 1645-də tamamlanıb. Deyir, daxili bəzəkləri isə daha sonraki illərdə əlavə edilib. Yerləşməsi Palermo şəhərinin tarixi mərkəzində məşhur Quattrocenti, dördkünc. Dördkünc deyilən o bayaqları çəkdiyim yerdə yerləşir. Maraqlıymış. Deyir, fasadı, kilsənin fasadı sadə və əzəmətli olmaqla mərkəzinin Teantinlər ordeninin qurucusu San Gaetano Teantinin heykəli yerləşir. Kilsənin diqqət çəkən əsas xüsusiyyətlərindən biri isə göy və sarı rəngli mayolika. Deyir ki, üstü açıq gəzmə. Soyuq olar. Deyir, üstüvə belə bir şey at. Tanrı İsa oradan görüb masturbasiya eləməsin. Nəysə. Kilsənin daxilindəki freskaların 1-ci Dünya müharibəsi zamanı ciddi zərər görsə də sonradan bərpa edilib. Bu freskalar 1-ci, 2-ci Dünya müharibəsində zərər görüb. Taxtaxaç kilsənin ən vacib incəsənət əsəri
Frau Umila of partiya tərəfindən hazırlanmış taxta xacdır. Kilsənin kriptasında yeraltı kilsədə yerləşən bulaq suyu möcüzəvi gücə malik olduğu düşünülür. Hə, bunun altında bulaq suyu var. Bulaq suyu ilə təmin olunurmuş bu kilsə. Maraqlıdır. Qəribədir. Amma tikinti həqiqətən də möcüzədir də, buna bax. Bravo. Bravo İtalyanlar. Maraqlıdır. Bunlardan heç vaxt görməmişdim. Kilsədə bunların funksiyası nədir bilmirəm. Amma yəqin bulaq suyu yığıblar içinə. Oradan üstə çıxmaq olur. 7 avro ödəyəndə, hani. Deyək, buradan çıxırsam şeyin üstünə. Kilsənin üstünə şəhəri görmək olur. Amma ona ehtiyacı yoxdur. Həm də vaxtım yoxdur. Demək ki, Palermanı gəzmək üçün daha çox zaman lazımdır. Bir gün, 2 gün bəs eləməz. Belə rahat-rahat gəzməkdən söhbət gedir də, doya-doya. Tirare nədir? Burada nə var? Nəysə, maraqlı deyil. Hər nədirsə. Bunu belə də çəkmək olur. Telefon üçün. Ah, qual è? Hai visto? Aha. Burada girişilmiş. Mən çıxışdan girib girişdən getdim. Aha. Bu kilsənin alt tərəfidir. Podvalı. Podvalın iyi gəlir. Mən üstündəydim. İndi altına düşdüm. Altında da bir bulaq var indi, bilməm o bulaq. Amma bu nəmiş iyi. Üf, çox pisdir. Çox pis nəmiş iyi yer, çox. Maraqlıdır, bura 1-ci mərtəbədir. Kilsənin üstü. Orada 2-ci mərtəbə qat-qat tikiblər. Burada da şey var. Hə, orada kimsə dəfn ediblər, yoxsa başa düşmədim. Maraqlıdır. Bulağı, hani bulağı görənmədim mən. Bulaq deyə qaldım. Orada da böyle şeyler var. Burada yəqin ki, çox güman ki, gizli ayinlər keçirilib. Burada həcilər toplanıb, üstə də cəmaatı yığıblar. Amma yəni bura çox şeydir, bərbad gündədir. Buranı restavrasiya eləməyiblər. Olduğu kimi qalıb elə. Tökülüb gedir, çox nəmişlik, çox. Hədsiz nəmişlikdir bura. Hamı pıçıldıya danışır. Hadi kuyunu tapdım. Axır ki. ...1668-ci ildən tapılıb bu quyu. Deyə, oradan da şəhərə verilir, içməli möcüzəvi suymuş. Maraqlıdır. Mərəqlidir, mərəqli. Çox mərəqlidir. Turist deyirəm sənə. Deməli, katedrala gedirəm, 1100-cü ildə tikilib. Gemini, səni düz başa düşdüm, 1185-ci ildə Siciliya kralı William tərəfindən başlanılıb. Doğru başa düşdüm.
Mən Gemini ilə danışıram burada canlı yayımda. Canlı yayımda Gemini ilə danışıram. Mən suallar verirəm, o da mənə izah edir. Yeri var. 2.50 kilsənin girişi. Görək bu kilsə necədir. Maraqlıdır. Həm kilsəni gəzdikcə burada da Gemini mənə süni intellekt mənə buranın tarixindən danışır. Deyir ki, bu nədir ola? Deyilmiyorum. Aha. Aha. Hə, bura belə konsert zalı kimi bir şey. Amma gözəldir. Gözəldir. Sözsüz gözəldir. Maraqlıdır. Buranın tarixini öğrenim bircə dəqiqə. Yani yapmıştır. Kendisi 17. yüzyılda yaşamış İtalyan bir mimar ve heykeltıraştır. Kubbedeki freskleri yapan Pietro Novelli ise 1603 ila 1647 yılları arasında yaşamış İtalyan bir ressamdır. Bu kilsə nə vaxt tikilib? Bir də təkrara. Chiesa del Salvatore'nin yapımına 1176 yılında başlanmış ve 1191 yılında tamamlanmıştır. Ancak kilise 1682 yılında büyük bir yeniden inşa süreci geçirmiş ve barok tarzında yeniden dekore edilmiştir. Bu nedenle kilisenin bugünkü görünümü 17. yüzyıl barok mimarisinin izlerini taşır. İçində olan rəsmləri kim çəkib? Chiesa del Salvatore'nin içindeki fresklerin çoğu Pietro Novelli tarafından yapılmıştır. Novelli, 17. yüzyılın en önemli Sicilyalı ressamlarından biri olarak kabul edilir. Fresklerinde barok sanatının tipik özelliklerini yansıtan canlı renkler ve dramatik kompozisyonlar kullanmıştır. Sən supersən. Teşekkür ederim. Palermo'daki tarihi yapılar hakkında daha fazla bilgi edinmek istersen, sana yardımcı olmaktan mutluluk duyarım. Belki bir sonraki durağımız Palazzo. Çox sağ ol. İndi katedrala gedəcəm. Palermo'nun katedralına. Onun haqqında mənim üçün geniş məlumat verərsən. Elbette Palermo Katedrali hakkında daha detaylı bilgi verebilirim. Katedral, Palermo'nun en Ama önemli indi tarihi yok. yapılarından. Amma indi yox. 10 dəqiqə sonra. Tamamdır. 10 dakika sonra Palermo Katedrali hakkında konuşmaya devam ederiz. O zamana kadar katedralle ilgili merak ettiğin bir şey olursa not alabilirsin. Görüşmek üzere. Və qulağımda nauşnik və bu cür danışıram. Bu cür demək olar ki, gəzdiyim yerlərin tarixini, orada baş verən hadisələri, çox maraqlı hadisələrin hamısını bu cür texnologiyadan istifadə edib həm vizual olaraq görürəm, həm də tarixini eşidirəm. İşte belə. Əla. Siciliani Riuniti in Saloni tabelası gördüğün yer Sicilya Baronları Birliği'nin toplantı salonu olmalı. Bu birlik Sicilya'daki soylu ailelerin bir araya geldiği tarihi bir kurum. Belki de katedral yakınlarında bir etkinlik veya sergi düzenliyorlardır. İlgini çektiyse içeriye göz atabilirsin. Təşəkkür edirəm. Burada hansı baronlar oturub və nə iş görüblər? Rica ederim. Sicilya Baronları Birliği'nin toplantı salonu adından da anlaşılacağı gibi Sicilya'daki baronların bir araya geldiği bir yerdi. Baronlar Orta Çağ'da ve sonrasında Sicilya'da önemli siyasi ve ekonomik güce sahip olan soylu kişilerdi. Bu salonda Sicilya'nın yönetimiyle ilgili kararlar alınıyor, önemli meseleler tartışılıyordu. Yani bir nevi soyluların meclisi gibi düşünülebilir. Soyluların məclisi. Evet, aynen öyle. Sicilya Baronları Birliği'nin toplantı salonu. Texnologiyanı istifadə edirəm. Məsəl üçün mənə anlaşılmayan bir yer görürəm. Deyirəm ki, bu yer nədir? Deyir ki, bu yer filan şeydir. Bu yerdə filan şey var. Burayla getmək olur. Video çəkib götürə bilirsən. Şəkil ata bilirsən. Deyir ki, mənə gedəcəyin yerin deyək ki, istiqamətini denən, mən sənə məsləhətlər verim zat. Çox superdir də. Yəni sanki bir yoldaşınla, çox bilgili bir yoldaşınla səyahət edirsən. Tak ki, gəzməyə gedən insanlar mütləq Google'un Gemini'ni və ya ChatGPT-ni ödənişli bir hissəsini götürün və bundan sonra sizin üçün çox asan olacaq da. Yəni mənim qulağımda nauşnik
İndi sadəcə səsli qoyuram ki, yəni illər sonra özüm də baxanda bu videoya və yaxud da kimsə baxanda ona maraqlı olsun. Bax indi məsələn bir yer tapdım, bilmirəm də nədir, düzdür. Adını soruşuram ki, bu yer nə yerdir? Sıraz başlayır danışmağa. Deyirəm buranı tərif elə, bura nədir də, gəlib girmişəm bura. Buranın mən ona başa salanmadım. Deyir oradan birindən soruş. Aha, tapdım. Deyəsən buranın adı Palazzo Santo Ninea. Ninfaymış. Ninfaymış. Mən Ninna deyirəm. Görsən düzəltdi məni. Bəli, 17-ci əsrdə nə olub? Bir de yeniden de. Palazzo Santa Ninfa'nın içinde Palermo'nun tarihi ve kültürel mirasına ait eserlerin sergilendiği bir müze bulunuyor. Müzede resimler, heykeller, mobilyalar ve diğer tarihi objeler yer alıyor. Ayrıca sarayın kendisi de barok mimarisinin güzel bir örneği olarak görülebilir. Mən hal-hazırda Palermo katedralına geldim. Bura sən demə çox gözəlmiş. İnanılmaz. Palermo Katedrali gerçekten de muhteşem bir yapı. Gotik mimarinin en güzel örneklerinden biri olarak kabul ediliyor. İç mekanı da dışı kadar etkileyici, değil mi? İstersen katedralin tarihi ve mimarisi hakkında daha fazla bilgi verebilirim. Hemen. Rica ederim. Palermo Katedrali'nin tarihi 12. yüzyıla kadar uzanıyor. İlk olarak bir cami olarak inşa edilmiş, daha sonra Normanlar tarafından kiliseye çevrilmiş. Camini Ərəblər tikib. Cami Ərəblərin zamanında tikilib. Evet, camiyi 9. yüzyılda Araplar inşa etmişler. Hatta caminin bazı bölümleri katedralin yapımında da kullanılmış. Bu durum Sicilya'nın tarih boyunca farklı kültürlere ev sahipliği yaptığının bir göstergesi olarak kabul ediliyor. Devam et. Katedralin içinde Sicilya krallarının mezarları bulunuyor. Bu mezarlar katedralin en önemli tarihi eserlerinden biri olarak kabul ediliyor. Ayrıca katedralin hazinesinde de değerli dini eşyalar ve tarihi kalıntılar sergileniyor. İstersen bu eserler hakkında da konuşabiliriz. Əsərləri gördükdən sonra konuşuruz. Tamamdır. Eserleri inceledikten sonra konuşmaya... Giriş pulludur yoxsa pulsuz? Palermo Katedrali'ne giriş genellikle ücretsizdir. Ancak bazı bölümleri ziyaret etmek için ücret ödemeniz gerekebilir. Örneğin Kraliyet Türbeleri ve Hazine Müzesi gibi yerler ücretli. Katedralin ana bölümünü ücretsiz olarak gezebilirsiniz. Sən dedin burada Palermo krallarının məzarları var, doğru mu? Evet, Palermo Katedrali'nde Sicilya krallarının mezarları bulunuyor. Hatta Kutsal Roma İmparatoru 6. Henry ve karısı Sicilya Kraliçesi Constance'ın mezarları da burada yer alıyor. Bu mezarlar katedralin en önemli tarihi eserlerinden biri olarak kabul ediliyor. Katedralın ümumi görüntüsü belədir. Mən hal-hazırda katedralın içindəyəm. Bir dəqiqə sən dinlə, mən danışım. Mən bundan söhbət edirəm burada. Sən dayan, sən gözlə. Mən hələ danışıram. Super. Aha. Okey, bax qarşımda katedralın girişində ən üstdə böyük bir freska var. O kim tərəfindən çəkilib? Freskin detayları ve renkleri hakkında. Sen konuş.
bilmiyorum ama çok güzel bir görüntü. Kralların məzarlarını görmək üçün o çox güman ki aşağıdadır. 18 avro demək lazımdır. Amma ümumilikdə, yəni bu kilisə əvvəli məscid olub. Sonra gotik Bizans, ondan sonra da nə olub? Normand, yəni Vikinglər də gəlib çıxıblar. Onların da bir qatqısı olub. Bir sözlə bu kilsə demək olar ki insanlıq tarixində məlum olan bütün arxitektura incilərini özündə daşıyır. Yəni bir dənə gəldin buranı gördün, 18 avro verdin, hər yerini gəzdin. Bütün dünya incəsənət əsərlərini görmüş hesab eləyə bilərsən özü. Çünki hamısı burada var. Hər üslubdan var. Mən arxitektor deyiləm. Çox güman ki arxitektura ilə məşğul olan və yaxud da o sahədə təhsil alan insanlar üçün bura çox maraqlı olar. Belə gözəl. Yəni mənim suallarım olduqca Gemini, süni intellekt mənim suallarımı cavablandırır və inanılmaz zövq alıram da gəzintidən. Hər bir detal, hər bir şeyi soruşuram. O nədir, bu nədir? Və məlumat aldıqdan sonra da belə yəni doya-doya turistlərə də var. Yəni super. Əgər kimsə istifadə eləmirsə, mütləq belə şeylərdən istifadə eləyin. Bu da çox maraqlı bir şeydir. Həvəs çəkir. Interesante. Bir sözlə mükəmməl. Amma 18 avro vermək istəmirəm. Özü yaman baxır. Çoxdan da heç kimlə qaralaşmırdım. Bayaqlar bir qızla qaralaşdım. Gözəldir, çox gözəldir. Sevdim. Ümumiyyətlə yəni səyahət eləyəndə bilmirəm kimsə süni intellektdən istifadə eləyirmi yoxsa yox. Amma yəni o qədər zövq alan bir şeydir ki, qulağında danışır, gördüyün yerləri təsvir eləyir, hara gedəcəyini deyir. Deyirəm ki, məsələn, park eləməyə mənə yer tap, hal-hazırda filan küçədəyəm falan. Üstünü də gəzmək olur, cəmaət oralarda da gəzir. Bunlar da fotosesiya edirlər. Yəni belə maraqlı, ləzzətlidir. Gedim maşını götürüm. Deməli, Normand krallarının, yəni Vikinglərin buranı ərəblərdən azad edəndən sonra tikdirdikləri imarətgah var. Palas de Normandidir, nədir belə bir şeydir. Normandların villası, palası, iqamətgahı. Gedim oranı da gəzim, görüm ora necədir. Oranı da çünki süni intellekt deyir, ged oranı da gör, gəlmişkən. Ondan sonra da Züfeyladır nədir, ora gedəcəm. Qarıcıda süni intellekt məni gəzdirir də bir sözlə. Yaxşıdır, bizə bu parking yeri tapmaq burada çətin məsələdir. Yaxşı qaraj parkingi tapdım. 33 dərəcə isti var. 33 dərəcə nədir ya? Bütün suyun içində. Məmələrimin altı sulanıb. Babat isti var ha, yəni babat. Qəşəng isti var, ləzzət edir. Yəni dəli şeytan deyir, çıxart köynəyi, koftavı, zaqar al. Prosta ki, yəni İtalyanlar belə gic kimi baxacaqlar ki, qaqaş sən neyinirsən, cəmaatı anası, bacısı var. Gedirəm indi Arabo Normandi, yəni ərəb Viking sarayına. Normalda buraların hamısı pulsuz parkingdir. Ona görə insanlar harda gəldi saxlayır. Amma kölgədə dayanan belə şey var, parkovşiklər var. Dalımdadır. Qaçır indi 1 avro, 50 qəpik, 20 qəpik, 20 sent. Kimdən nə qopartdı da bir sözlə. Gəlir öz villasında dayanır. Maraqlıdır. Yəni günə amma qazanar, yəni pis qazanmaz. Günə 40-50 avro zat qazanar. Günə yox. Hə də yəni 40 dənə 50 dənə maşın 1 avrodan 40-50 avro, aya 1500 avro eləyir. Qaqaşın gəlirini hesabladım olar. Get işinlə məşğul oldalar. Sən də çox maraqlıdır. Ümumiyyətlə şeydə İtaliyada şey görmək çox azdır da. Müsəlman görmək azdır. Bax burada amma müsəlmanlar var.
Bunu mən neçənci dəfədir görürəm. Belə normalda adama yol vermirlər, hə. Piyada keçidinin üstündə gedirəm. Amma bunlar verdilər. Nəysə, gedək görək o palas dedikləri Ərəb və Viking palası, Normand palası hardadır? İqamətgahı. Şəhər o qədər qədimdir ki, yəni bir qədim binanın üzərinə o birisini, onun üzərinə o birisini. 3000 il, 4000 il yaşı vardı yəni, hə. Həsən Soxdu dəyirmanı eləyiblər də bir sözlə. Bu nədir ala sən? Səncə bu nədir? Aydı nədir? Aha. Nə binasıdır belə, daha doğrusu heykəldir deyəsən. Nəysə o mənası. Amma bax, güya ki bu kilsədir, amma məscidə oxşuyur. Sindibadın pəncərələrinə bax. Burada artıq sözün əsl mənasında İslam arxitekturası, İslam həmən hiss olunur da, yəni. Həmən hiss olunur. Kilsə açıqdır ora, deyirəm ki, və sonra gedim. Qaqaş deyir ki, yox, bilet almalısan. Deyirəm, kilsə pullandır, deyir, yox, kilsə pulsuzdur. Üstünə çıxmaq pullandır. Hər yerdə elədir, demiyorlar. Əksər katedrallarda da, burada yer var, üstünə çıxırsan. Üstdən şəhərin mənzərəsi görsənir. Onu görmək üçün səndən o adətən bu şey pulludur. 5 avro zatdır hər yerdə. Əksər yerlərdə demiyorlar ki, özləri elə ediblər. Məsələn, kilsənin için baba ayaqları katedrala girdim, ora pulsuz idi. Katedralı görmək pulsuzdur. Amma bunlar hardan gəlirlər ki? Ha, oradan yer varmış. Nəysə, üstünə çıxmaq amma pulludur. Deyirəm ki, bəs üstü lazım deyil də mən şeyini kənardan görmək istəyirəm. Deyir ki, yox deyir, bileti alıb üstünə çıxarsan, sonra içini görərsən. Dedim, hə, bir dəqiqə dayan. Nədirsə möhtəşəmliyə doğru irəliləyirəm. Bu qayaların üstündə düzdür, bura təmir edir. Amma nəticə çox maraqlı bir şeydir bu. Girişi hardandır bilmirəm. Pilləkənləri qalxdım, təngə nəfəs oldum. Deməli belə qayalığın üstündədir, təpəliyin üstündədir. Qaya deməzdim. Hər tərəfi çinar, palma, aloe vera ağacları ilə doludur. Görək bunun girişi hardandır. Nədirsə belə çox tarixi, zəngin bir yerdir. Milyonlar axıdıblar bura. Amma indi yox. 1000 il öncə Vikinglər dünyanı çapıb talayıb gətiriblər bura. Bura ticarət mərkəzi olub Vikinglər üçün. Ümumiyyətlə çox maraqlıdır ki, qədimdə istənilən ticarət mərkəzlərinin, dünya ticarət yolunun, aha, bilet burdan imiş. Yolunun mərkəzi çox zəngin olurmuş. Bax binanın quruluşu və üstünün günbəzləri. Və bu belə Ələddinin pəncərələri də yumru. Otomatik olaraq nəyə oxşuyur? Yəni Ərəb, orta əsrlər Ərəb dizaynı. Burada hər şeydən var. Çin də var, Ərəb də var. Nə bilim, Vikinglərin də şeyi var. Qarıca hər şey var da bir sözlə. Gedək görüm bilet necədir deyə bura bilet yeridir. Aqua. Girişi 15.50'dir. Gedək görək içəridə nə var. Nəsə maraqlıdır ki, bu qədər baha qiymətədir. Yoxsa belə olmaz. Görək. Amma çox möhtəşəm bir şey oxşuyur. Hər nədirsə. Görək indi. Yəni 15 avroya dəyəcək bir yerdirmi, yoxsa yox? Bilet 2 hissədən ibarətdir. Bu hissəsi 13.50'dir, 12'dir. Burada Palazzo Reale, Cappella Palatina. Bu tərəfdə isə Elliot Erwitt. Yəni müxtəlif şeylər var. 2 dənə biletdir bir sözünün. Və içəridə çox güman ki, bir neçə hissə var. Maraqlıdır. Dar küçələr. $15 avroluq verib, girib gördüyüm və yaxud da görəcəyim yer. Nəticə böyük yerdir, amma yəqin ki, hissədir, bilmirəm.
Hə, burada hərəsinin özünün ayrıca şeyləri var, hissələri var. Elliot Erwitt dünyaca məşhur fotoqraf imiş. Bir çox maraqlı fotoları var. Mənim də gördüyüm, dünyada tanınmış, bəlli bir jurnallarda dərc olunan. Burada da onun fotoqrafları sərgi olunur. Ən məşhur fotoqrafı buradadır, səhv eləmirəmsə. Bu, hətta bunu deyəsən səhv eləmirəmsə Trump da paylaşmışdı. Richard Nixon'dan SSR-nin neydi onun adı yadımdan çıxdı. Xruşyovla Richard Nixon'un görüşü 1956-cı il Moskvada. Tak что onu şey çəkibmiş. Nikita Xruşyovla Richard Nixon 1956-cı il. Bu ən tanınmış. Dünyanın hər yerini gəzib bir sözlə və maraqlı fotoğraflar çəkib. Capella Palatini'nin səhv eləmirəmsə yuxarıda. Gardenia Reali. Burada nəsə bağdır. Gardenia Reali o tərəfdədir. Royal Garden. Oranı gəzəcəyik. Yox, lazım deyil hələ ki. Mən qalxım yuxarı. Faytona oynayır. Bu nə cür faytondur bu? Kraliçaların faytonudur da bu. Impresni bir fayton. Bu da Capella Palatini. Bax, bu simvollar ərəb simvollardır. Mozaiklərdir. Bu mozaiklər ərəb mozaiklərdir, bax. İslam mədəniyyətində görülən şeylərdir, amma sonradan bunları təbii ki götürüb qarışdırıblar. Demək ki, burada hamısını görmək olur. Həm xristianlığın, həm İslamın, həm nə bilim o dövrün bütün ornamentlərin hamısının qarışığı var. Maraqlıdır. Bunu ChatGPT deyir, demə, daha doğrusu Gemini. Bunu bu cür ornamentli işləmələri hətta maraqlıdır. Bunların hamısını mən şeydə gördüm, Mərakeşdə. Eyinisi. Burada sadəcə biraz fərqlidir. Bir də bu freskalar Ayasofya'da görsənir. Maraqlıdır. Göyü çəkirəm, yer qalıb. Deməli, süni intellektin mənə dediyi şəklilə üstdə və burada naxışların arasında ərəb dilində yazılar var və Quran ayələri var. Bunların arasında yazılı. Çox maraqlıdır. Çox. Maraqlıdır. Deməli, 12-ci əsrdə tikilib və Siciliya krallığının əsas ibadət mərkəzi iminli bura olub və burada da göründüyü kimi həm İslam dininin, həm xristianlığın simvollarını daşıyır. Yəni dəyişməyiblər də faktiki olaraq. Odur ki, kosmopolit bir yer olub və bütün dindən olan insanlar gəlib həm burada ticarətlə məşğul olublar, həm də dini müzakirələr falan aparıblar. O tərəfi gəzib bura Giordani Reali nəysə bu bağdır da deyəsən. Bağa keçsən kimi bir dənə sərin vurdu. Ayda ləzzət. Yəni o tərəfdə 35 dərəcə isti var. Canım çıxıyor. Allah ki, bura elə bir ki, hamamdır da hamam. Mən Azərbaycanda necə yaşamışam bilmirəm. İsveçin səriminə o qədər öyrəşmişəm ki, maşında da 18 dərəcə. Dünənləri Londonda 18 dərəcə idi. Yəni ləzzət edir də sərin. Yox, yəni isti olanda adam bağırı çatlayır. O deyil.
İstidə nətər yaşamışam bilmirəm. Ağzın kökünə bax. Hə, buranı da gəldim, gəzdim, gördüm. Tamam. Okey. Anladım. Gözəldir. Kraliyyət bağı. Bilmirəm niyə. Bu mahnı son vaxtlar sümüyümə düşür. Onlarla dəfə qulaq asıram. Прости меня. Gözəl mahnı. Прости меня за нелюбовь, прости за то, что так старалась, за то, что раньше не ушла, за то, что все-таки расстались. Прости меня за нелюбовь. Siciliya adasının Ragusa İbla deyilən yerinə gəlib çıxmışam. Deməli, barokko üslubunda tikilib. Təbii ki, dostum, süni intellekt. Mənə söylə, Ragusa barokka, daha doğrusu Ragusa şəhəri haqqında mənə məlumat ver. İtalyanın Sicilya adasında yerləsən, barokko memarlığı ilə məşhur olan Türk gözəl dilində. bir şəhərdir. Türk dilində danış. Ragusa Barok, İtalya'nın Sicilya adasında bulunan ve barok mimarisiyle ünlü olan güzel bir şehirdir. Şehir iki bölüme ayrılıyor. Ragusa Ibla ve Ragusa Superiore. Ragusa Ibla daha eski bir bölge ve dar, labirent gibi sokakları, muhteşem kiliseleri ve saraylarıyla tanınıyor. Ragusa Superiore ise daha modern bir bölge ve geniş meydanları, alışveriş caddeleri ve restoranlarıyla dikkat çekiyor. Her iki bölgede kendine özgü bir güzelliğe sahip ve ziyaretçilere unutulmaz bir deneyim sunuyor. Ragusa Barok, aynı zamanda Komiser Montalbano televizyon dizisinin çekildiği yer olarak da biliniyor. İbla haqqında, Ragusa İbla haqqında daha dərin məlumat ver. Ragusa Ibla, Sicilya'nın güneydoğusunda yer alan tarihi bir semttir ve Ragusa şehrinin eski kısmını oluşturur. 1693'teki büyük depremden sonra yeniden inşa edilen bu bölge, 1693'də deprem olmuş burada. evet 1693 yılında Sicilya'da büyük bir deprem oldu ve bu deprem Ragusa İbla'yı neredeyse tamamen yok etti. Depremden sonra şehir o dönemin popüler mimari tarzı olan geç barok üslubuyla yeniden inşa edildi. Bu yeniden yapılanma Ragusa İbla'ya bugünkü eşsiz görünümünü kazandırdı. Şehrin yeniden inşası sırasında kullanılan bu mimari tarz, Ragusa İbla'yı Sicilya barokunun en önemli örneklerinden biri haline getirdi. Aha. Öncədən hansı üslubda tikilmişdi? Ragusa İbla'nın ilk inşa edildiği dönemde, yani depremden önce Orta Çağ mimarisinin etkileri görülüyordu. Bu dönemde yapılan yapılar daha çok gotik ve Norman tarzlarının özelliklerini taşıyordu. Ancak 1693 depreminden sonra yapılan yeniden inşa çalışmalarında tamamen geç barok tarzı benimsendiği için günümüzde Orta Çağ mimarisinden pek bir iz kalmamıştır. Burada kilsələr haqqında məlumat ver. Ragusa İbla, barok mimarisiyle ünlü birçok kiliseye ev sahipliği yapar. En önemlileri arasında şehrin sembolü haline gelmiş olan San Giorgio Katedrali bulunur. Bu katedral, etkileyici kubbesi ve zengin iç dekorasyonuyla dikkat çeker. Bir diğer önemli kilise ise Santa Maria dell'Idria Kilisesi'dir. Bu kilise, özellikle Çan Kulesi ve içindeki freskleriyle ünlüdür. Ragusa İbla'daki kiliseler, sadece dini yapılar olmanın ötesinde, aynı zamanda şehrin tarihi ve kültürel mirasının önemli bir parçasını oluşturur. Ragusa İbla'da tanınmış insanlardan kimləri bilirsən? Ragusa İbla'da doğmuş veya yaşamış ünlü kişiler arasında İtalyan oyuncu ve yönetmen Giuseppe Tornatore bulunur. Tornatore özellikle Cennet Sineması, Cinema Paradiso filmiyle tanınır ve bu filmin bazı sahneleri de Ragusa İbla'da çekilmiştir. Ayrıca İtalyan yazar Andrea Camilleri'nin ünlü roman serisi Komiser Montalbano'nun bazı bölümleri de Ragusa İbla'da geçmektedir.
Bu da şehri edebi ve sanatsal açıdan önemli bir yer haline getirmiştir. Burada bir bina gördüm. Üzerinde yazılıb Mise Remi Ni Mai. Burasi Palazzo Arezzo di Donna Fugata. Yok, saray, Türkçe Ragus- konuş. Burasi Palazzo Arezzo di Donna Fugata. Bu saray, Ragusa İbla'nın en önemli yapılarından biridir ve geç barok mimarisinin güzel bir örneğidir. 18. yüzyılda inşa edilen saray, zengin Arezzo di Donna Fugata ailesine aitti. Günümüzde sarayın bazı bölümleri halka açık ve ziyaret edilebilir. Özellikle iç mekanındaki freskler ve mobilyalar görülmeye değerdir. Ama qapısı bağlıdır. Evet, Palazzo Arezzo di Donna Fugata'nın kapısı kapalı olabilir. Sarayın ziyaret saatleri mevsime ve günlere göre değişiyor. Bazen özel etkinlikler veya restorasyon çalışmaları nedeniyle de kapalı olabiliyor. Ziyaret etmeden önce güncel saatlerini kontrol etmek iyi olur. Belki yakındaki turizm danışma merkezinden bilgi alabilirsin. Təşəkkür edirəm. Başqa kilsə və yaxud da burada mənə maraqlı ola biləcək hadisələrdən danış. Elbette Ragusa İbla'da görülecek çok sayıda kilise ve tarihi mekan bulunuyor. Örneğin San Giorgio Katedrali, barok mimarisinin en güzel örneklerinden biri ve şehrin sembol yapılarından. Ayrıca Giardino Ibleo adında çok güzel bir park var. Burası hem dinlenmek hem de şehrin manzarasını izlemek için harika bir yer. Bir de Santa Maria delle Scale Kilisesi var. Bu kilise hem gotik hem de barok mimarisinin izlerini taşıyor ve çok etkileyici. İstersen bu yerler hakkında daha detaylı bilgi verebilirim. Məmnuniyyətlə. Ragusa İbla'da görülecek çok sayıda kilise ve tarihi mekan bulunuyor. Örneğin San Giorgio Katedrali, barok mimarisinin en güzel örneklerinden biri ve şehrin sembol yapılarından. Ayrıca Giardino Ibleo adında çok güzel bir park var. Burası hem dinlenmek hem de şehrin manzarasını Ama o izlemek park- için harika bir yer. Park şəhərin ta kənarında, axırındadır. Evet, Giardino Ibleo, Ragusa İbla'nın biraz dışında kalıyor ama yürüyerek yaklaşık 15 ila 20 dakikada ulaşılabilir. Park, şehrin gürültüsünden uzaklaşıp dinlenmek için harika bir yer. Bax burada İçinde palmiye bir dəqiqə. Burada Palazzo La Rocca var, Duomo di San Giorgio var. Evet, Ragusa İbla'da Palazzo La Rocca ve Duomo di San Giorgio gibi önemli yapılar bulunuyor. Palazzo La Rocca, barok mimarisinin güzel bir örneği ve şehrin tarihi dokusunu yansıtıyor. Duomo di San Giorgio ise etkileyici cephesi ve iç mekanıyla dikkat çeken Ragusa İbla'nın en önemli kiliselerinden biri. İkisi de görülmeye değer yapılar. Hər ikisi haqqında danış. Palazzo La Rocca, 18. yüzyılda inşa edilmiş ve barok mimarisinin en güzel örneklerinden biri olarak kabul ediliyor. Özellikle binanın dış cephesindeki detaylar ve balkonları çok etkileyici. Duomo di San Giorgio ise Ragusa İbla'nın en önemli kilisesi ve şehrin sembol yapılarından biri. Kilisenin içi de dışı kadar görkemli ve zengin detaylarla süslenmiş. İkisi de Ragusa İbla'da mutlaka görülmesi gereken yerler. Hal-hazırda ora gedirəm. Harika, umarım Palazzo La Rocca ve Duomo di San Giorgio'yu beğenirsin. Ragusa İbla'nın barok mimarisini en iyi yansıtan bu iki yapı sana unutulmaz bir deneyim yaşatacak. Eğer istersen bu yapıların tarihi ve mimari detayları hakkında daha fazla bilgi verebilirim. Evet. Duomo di San Giorgio'nun içinde barok sanatının en güzel örneklerinden biri olan etkileyici freskler ve heykeller bulunuyor. Kilisenin tavanındaki freskler özellikle dikkat çekici. Ayrıca kilisenin ana sunağı ve yan şapellerindeki detaylar da görülmeye değer. Eğer vaktin varsa kilisenin müzesini de ziyaret edebilirsin. Orada kilisenin tarihiyle ilgili birçok eser sergileniyor. Tamam, giriş pulludur. Evet, Duomo di San Giorgio'nun girişinde küçük bir ücret alınıyor. Bu ücret, kilisenin bakımına ve restorasyon çalışmalarına katkı sağlıyor. Genellikle bu tür tarihi yapıların korunması için sembolik bir ücret talep ediliyor. Nə qədərdir? Duomo di San Giorgio'nun giriş ücreti yetişkinler için yaklaşık 2 ila 3 euro civarında.
Ancak bu ücret zaman zaman değişebiliyor. En güncel bilgiyi kilisenin web sitesinden veya girişindeki gişelerden öğrenebilirsin. Buradakı küçələr, dar küçələr Ərəb memarisini xatırladır. Evet, Ragusa İbla'nın dar ve kıvrımlı sokakları gerçekten de Arap mimarisini andırıyor. Bu durum Sicilya'nın tarih boyunca farklı kültürlerin etkisi altında kalmasından kaynaklanıyor. Özellikle Arap egemenliği döneminde adada inşa edilen yapılar bu sokakların tasarımında belirleyici olmuş. Bu dar sokaklar sıcak havalarda gölge sağlayarak serin kalmaya da yardımcı oluyor. Mən hal-hazırda Via Tendi Stefano küçəsindəyəm. Doğru istiqamətə gedirəm. Evet, Via Tendi Stefano'dan Duomo di San Giorgio'ya doğru gidiyorsun. Bu sokak seni kiliseye ulaştıracak ana yollardan biri. Yol boyunca Ragusa İbla'nın tarihi dokusunu ve barok mimarisini gözlemleyebilirsin. Kiliseye yaklaştıkça daha kalabalık ve canlı bir atmosfere gireceksin. Aha, maraqlıdır. Qarşımda Evet, yol, Ragusa İbla'nın sokakları. qarşımda yol ikiyə ayrıldı. Solda kiçik bir kilsə var. Evet, yol ikiye ayrıldığında solda göreceğin küçük kilise Santa Maria dell'Itria Kilisesi. Bu kilise özellikle mavi kubbesiyle dikkat çekiyor ve Ragusa İbla'nın simgelerinden biri haline gelmiş durumda. Eğer istersen Duomo di San Giorgio'yu ziyaret etmeden önce bu kiliseyi de gezebilirsin. Bir dəqiqə, buranın adı Santa Agnese San Giovanni Lo Vecchio. Evet, orası Santa Agnese San Giovanni Lo Vecchio Kilisesi. Bu kilise, Ragusa İbla'nın daha az bilinen ama yine de görülmeye değer yapılarından biri. İçindeki barok tarzı süslemeler ve tarihi atmosferiyle dikkat çekiyor. Eğer vaktin varsa burayı da ziyaret etmeni öneririm. Qapısı bağlıdır. Evet, Santa Agnese San Giovanni Lo Vecchio Kilisesi'nin kapısı genellikle kapalı oluyor. Ancak bazen özel etkinlikler veya ayinler için açıldığı da oluyor. Eğer şanslıysan içeriye girebilir ve kilisenin tarihi atmosferini yakından deneyimleyebilirsin. Demək ki, şanssızam. Evet, bazen bu tür küçük kiliseler kapalı olabiliyor. Ama Ragusa İbla'da görecek o kadar çok şey var ki üzülmeye hiç gerek yok. Mesela Üzülmədim. biraz önce Harika. O zaman Duomo di San Giorgio'ya doğru devam edelim. Yol boyunca Ragusa İbla'nın eşsiz atmosferini ve barok mimarisinin güzelliklerini keşfetmeye devam edeceğiz. Kiliseye yaklaştıkça daha kalabalık ve canlı bir ortama gireceğiz. Hazır mısın? Evet. Harika. O zaman Duomo di San Giorgio'ya doğru devam edelim. Yol boyunca Ragusa İbla'nın eşsiz atmosferini ve barok mimarisinin güzelliklerini keşfetmeye devam edeceğiz. Kiliseye yaklaştıkça daha Sen bana kalabalık ve canlı bir Bir ortama dəqiqə. gireceğiz. Sən mənə buranın suvarma sistemlərindən danış. Necə olur ki, təpənin üzərindəki bir şəhərə su sistemləri gəlir çıxır? Ragusa İbla'nın su ihtiyacı, antik çağlardan beri yeraltı su kaynakları ve kuyularla karşılanıyordu. Orta Çağ'da ise tepenin eteklerindeki nehirlerden su taşıyan kanallar ve su kemerleri inşa edildi. 19. yüzyılda ise daha modern bir su şebekesi kuruldu ve şehre borularla su taşınmaya başlandı. Günümüzde ise Ragusa İbla'nın su ihtiyacı modern su arıtma tesisleri ve boru hatlarıyla karşılanıyor. Yox, modern maraqlı deyil, qədimlə. Orta çağlarda. Orta Çağ'da Ragusa İbla'nın su sistemleri, Roma dönemindeki kadar gelişmiş olmasa da var olan su kemerleri ve kanallarının bakımı yapılarak kullanılıyordu. Ayrıca bu dönemde yeni kuyular açılmış ve yeraltı su kaynaklarına erişim sağlanmıştı. Şehrin coğrafi yapısı nedeniyle su depolama ve dağıtımında da çeşitli yöntemler kullanılıyordu. Örneğin tepenin yüksek noktalarında inşa edilen sarnıçlar, yağmur sularını toplamak ve depolamak için kullanılıyordu. Aha. Qarşımda möhtəşəm bir günbəz var. Bu hansı binanın günbəzidir? Evet, muhteşem kubbe Duomo di San Giorgio'ya ait. Barok mimarisinin en güzel örneklerinden biri olan bu katedral, Ragusa İbla'nın sembol yapılarından biri.
Kubbesinin ihtişamı ve kilisenin detaylı süslemeleri gerçekten de görülmeye değer. Eğer istersen kilisenin tarihi ve mimari özelliklerinden bahsedebilirim. Amma belə qübbə mən heç harda görməmişəm. İşıqlı, şüşəli, çox möhtəşəmdir. Evet, Duomo di San Giorgio'nun kubbesi gerçekten de çok etkileyici. Barok mimarisinin en güzel örneklerinden biri olan bu kubbe, özellikle güneş ışığıyla aydınlandığında muhteşem bir görüntü oluşturuyor. Kubbenin üzerindeki detaylar ve süslemeler de barok sanatının zarafetini yansıtıyor. Hündürlüyü nə qədərdir buranın? Duomo di San Giorgio'nun kubbesinin yüksekliği yaklaşık 43 metre. Bu yükseklik, Ragusa İbla'nın silüetinde önemli bir yer tutuyor ve kiliseyi şehre gelen ziyaretçiler için bir dönüm noktası haline getiriyor. Mən pləkanlardan yuxarı çıxmalıyam, yoxsa necə? Evet, Duomo di San Giorgio'ya ulaşmak için o merdivenleri kullanman gerekiyor. Kilise, Ragusa İbla'nın ana meydanında yer alıyor ve bu merdivenler seni doğrudan kilisenin girişine çıkarıyor. Merdivenler biraz yorucu olabilir ama yukarıdan manzara harika. Burada Punto Panoramico var. Panorama görüntüsü. Evet, Ragusa İbla'da Punto Panoramico olarak adlandırılan birkaç harika manzara noktası bulunuyor. Bu noktalardan şehri ve çevresini kuş bakışı izleyebilirsin. Özellikle gün batımında bu manzaralar gerçekten de nefes kesici oluyor. İstersen sana en popüler Punto Panoramico noktalarını tarif edebilirim. Yox, gərək yoxdur. Tamamdır, o zaman Duomo di San Giorgio'nun ihtişamlı atmosferinin tadını çıkarabilirsin. Eğer istersen kilisenin içindeki sanat eserleri ve tarihi hakkında da konuşabiliriz. Belki de Ragusa İbla'daki diğer önemli yapıları keşfetmek istersin. Seçim senin. İçinə girdikdən sonra məmnuniyyətlə dinləmək istəyərəm. Amma öncə içinə girim. Elbette, Duomo di San Giorgio'nun içini gezdikten sonra kilisenin tarihi ve mimari özelliklerini, içindeki sanat eserlerini ve Ragusa İbla'daki diğer önemli yapıları konuşabiliriz. Belki de bu muhteşem yapının atmosferini biraz sindirmek istersin. Nasıl istersen, ben buradayım. Mən yuxarı çıxdım pilləkənlərlə, amma bu quş baxışı Punto Panoramico'nu tapa bilmədim. Mənə yardım elə. Elbette, Ragusa İbla'da birkaç tane harika Punto Panoramico var. En popüler olanlarından biri, Giardino Ibleo'nun hemen yanındaki Santa Lucia Kilisesi'nin terası. Buradan hem Ragusa İbla'nın tarihi merkezini hem de çevresindeki vadileri görebilirsin. Bana Diğer seçenek yolu tarif et, yolu. Arkamda katedral kaldığı zaman. Katedral arkanızda kaldığında Piazza Duomo'dan Via Duomo'ya doğru ilerleyin. Bu cadde sizi Via Capitano Bocchieri'ye çıkaracak. Oradan sağa dönüp kısa bir yürüyüşle Giardino Ibleo'ya ulaşabilirsiniz. Parkın içinden geçerek Santa Lucia Kilisesi'nin yanındaki terasa ulaştığınızda Ragusa İbla'nın muhteşem panoramik manzarasını göreceksiniz. Həcı, burada 5-6 min dənə pləkan var, həcı. Evet, Ragusa İbla'nın coğrafi yapısı nedeniyle birçok yere ulaşmak için merdiven kullanmak gerekiyor. Ancak merak etmeyin, Giardino Ibleo'ya ulaşmak için o kadar çok merdiven çıkmanız gerekmeyecek. Piazza Duomo'dan sonra çok daha az merdivenle karşılaşacaksınız. Buradan o tərəfə yol yoxdur, həcı. Gəldim, çıxdım tüpükə. Harika, Giardino Ibleo'ya hoş geldiniz. Ala Parkın keyfini çıkarırken tüpükə gəldim ya. İbla'nın eş- Həcı, tupik. Sən mənim dilimi öyrənən kimi mən qocalanacam. Deyəm bir dəqiqə, dala qayıdıram. Mən katedralı görüm. Ragusa İbla'daki Duomo di San Giorgio'nun ihtişamını tarif etmek gerçekten zor. Barok mimarisinin en güzel örneklerinden biri olan bu katedral, hem dış cephesi hem de iç mekanıyla ziyaretçilerini büyülüyor. Katedralin yapımında kullanılan taşların rengi, güneş ışığıyla birleşince ortaya çıkan o sıcak tonlar, insana huzur veriyor. İçeriye girdiğinizde ise o yüksek tavanlar, detaylı freskler ve heykeller,
adeta bir sanat galerisinde geziyormuşsunuz hissi uyandırıyor. Sən elə tərifləyirsən ki, katedral olmaq istədim. Duomo di San Giorgio'nun ihtişamı gerçekten de benzersiz. Barok mimarisinin en güzel örneklerinden biri olan bu katedral, hem dış cephesi hem de iç mekanıyla ziyaretçilerini büyülüyor. Katedralin yapımında kullanılan taşların rengi, Bir dakika. güneş ışığıyla birleşince Burada Museo San Giorgio var. Bura necə bir yerdir? Nə var içində? Museo del Duomo di San Giorgio yani San Giorgio Katedral Müzesi adından da anlaşılacağı gibi Duomo di San Giorgio'ya ait tarihi eserlerin sergilendiği bir yer. Müzede katedralin yapımında kullanılan orijinal heykeller, freskler, dini objeler ve tarihi belgeler bulunuyor. Ayrıca katedralin tarihi ve mimarisi hakkında da detaylı bilgiler edinebilirsiniz. Ha, Eğer tarih bağlıdır ve axı. sanat- Bu gün bizdə dəqiqə dayan. Bu gün ayın neçəsidir? 17-si. Bu gün ayın 17-sidir. Bu gün bağlıdır. 17 sentyabr. Saat 09:27-dir. Saat 09:27-dir. Burada yazıb ki 11-də açılır. Evet, saat şu anda 9:27. Müzeyi yarın ziyaret etmeyi düşünebilirsiniz. Bu arada Ragusa İbla'da görebileceğiniz başka yerler de var. Mesela Duomo di San Giorgio'nun kendisi de görülmeye değer. İsterseniz orayı gezebiliriz. Saat neçədə açılır ora? Müze sabah 9'da açılıyor ve akşam 7:30'a kadar açık. Ama şimdi açık olması lazım. Kapalı. Anladım. Daha önceki bilgilerde bir karışıklık olmuş, kusura bakmayın. Museo del Duomo di San Giorgio bugün, yani çarşamba günü saat 10'da açılıyor. Şu an saat 9:27 olduğuna göre biraz beklemeniz gerekecek. Ha, yaxşı, tamam. Gedim onda maşını başqa yerdə park eləyim, gəlirəm. Tamamdır. Siz aracınızı park ederken ben de size Ragusa İbla hakkında biraz daha bilgi vereyim. Şehir, tarihi dokusu ve barok mimarisiyle ünlü. Özellikle Duomo di San Giorgio ve çevresindeki yapılar görülmeye değer. Eğer isterseniz müzeyi gezdikten sonra bu tarihi yapıları da keşfedebiliriz. Tamam, hər yer bağlıdır. İndi çox tez gəlmişəm, erkən gəlmişəm. Evet, müzeler genellikle sabah saatlerinde açılıyor. Ancak Ragusa İbla'da bu saatte bile gezilecek çok güzel yerler var. Mesela biraz önce bahsettiğim Duomo di San Giorgio'yu ziyaret edebilirsiniz. Katedralin içi de en az dışı kadar etkileyici. İsterseniz oraya doğru yürüyebiliriz. Yürüyək, deyirəm ki, bağlıdır. Təkrar edirsən, bağlı, indi tezdir hələ. Evet, haklısınız. Müzeler genellikle sabah saatlerinde açılıyor. Yaxşı, Ancak sus. Ragusa... Bezdirdin uca. Amma möhtəşəmdir belə süni intellektlə gəzmək, hər şeyi öyrənirsən. Nauşniki taxıram qulağıma. Sirri bölüşüm. Və o danışdıqca mən də gəzirəm. Təəssüf ki, indi tez gəlmişəm. Gedim elektrikli maşını götürüm. Turistlər də, bunlar da mənə kimi səhər-səhər acı qarnına durub gəzirlər. Gedim maşını çıxardım çarjdan. Dolu buca 100%. Atım başqa tərəfə. Ola bilər ki, başqa kimsə də gəlib çarj eləsin də yaxşı deyil. Amma bura həqiqətən də möhtəşəm bir yerdir. Sadəcə çox tez gəlmişəm. 10-da 11-də açılır, sən demə, hər yer. Plaza La Rocca. Yəni bir sözlə hər yeri bir tarixdir, hər küçəsi bir tarixdir. Mən hal-hazırda Pozallodayam. Acmışam. Nəreləri məsləhət görürsən? Acıktıysan ve Pozzallo'daysan Tonnorusu'yu kesinlikle tavsiye ederim. Taze deniz ürünleri ve harika bir atmosfere sahip. Rezervasyon yaptırmak isteyebilirsin, özellikle de yoğun bir zamansa.
Okey, rezervasyona ihtiyacı yok. Ben burada geçici buradayım. Anladım. Tonno Rosso şu anda açık ve Piazza delle Rimembranze 60 Pozzallo adresinde bulunuyor. Afiyet olsun. Bax, insanlar görsən qabağımı kəsiblər. Nə biz gedə bilirik. Bu da burada saxlayıb. Bunlar da burada. Anlıyorum. Kalabalık bir yerde ol. Şimdi bu saatte saat 12:19. Gidersem olur mu? Rezervasyona gerek var mı? Bir de restoranın ismi neydi? Şu anda Pozzallo'da öğle yemeği için açık olan birçok restoran var. Rezervasyon yaptırmana gerek yok. Restoranın adı Trattoria del Pesce. Adresi Via Giuseppe Mazzini 12 97016 Pozzallo RG. Bir dakika. Ben şimdi Via Vallombrosa küçesindeyim. Görünüşe göre Trattoria del Pesce adında bir yer bulamıyorum. Ancak daha önce bahsettiğim ve şu anda açık olan Tonno Rosso, Piazza delle Rimembranze 60 Pozzallo adresinde bulunuyor ve 4,5 yıldızla yüksek puan almış bir deniz ürünleri restoranı. Orayı deneyebilirsin. Sahilde mi? Anladım, Trattoria del Pesce adında tam olarak bir restoran bulamadım. Ancak Pozzallo'da sahilde çok sayıda harika deniz ürünleri restoranı var. Örneğin Pietranere Beach ve Sea Sound gibi yerler doğrudan deniz kenarında bulunuyor. Bu restoranlar hakkında daha fazla bilgi istersen yardımcı olabilirim. Hangisinin puanı daha yüksek? Daha önce bahsettiğim restoranlardan Ristorante 20. 21'in puanı 4.7 ile en yüksek. Bir dakika. Burada Miramare, Bed and Breakfast, Alfredo Bistrot. Bunlar nasıl? Miramare Bed and Breakfast'in restoranı hakkında çevrimiçi bilgi bulamadım. Ancak Alfredo Bistrot'un 4,4 yıldızla oldukça iyi bir puanı var. İstersen menüsüne göz atabilirim. Menüsüne göz at. Alfredo Bistrot'un menüsünü çevrimiçi olarak bulamadım. Ancak 4,4 yıldızla iyi puan alan bir restoran ve deniz ürünleriyle tanınıyor. Belki de Pozzallo'da deniz ürünleri yemek için iyi bir seçenek olabilir. R'leri ara. İçinde daha iyisini bul. Ristorante 20.21, The Fork'ta 18. Restoran hakkında yazılan R'leri tara ve bana bilgi ver. Ristorante 20. 21'in yorumları genellikle olumlu. Yo. Misafirler Bir dakika. özellikle... Dur. Bistro olan restoran. 20-21'i değil. Bistro olanı. Alfredo Bistrot hakkındaki yorumlar genellikle çok iyi. Yemeklerin lezzetli ve taze olduğu, özellikle deniz ürünlerinin çok beğenildiği belirtiliyor. Servis de övgüyle bahsedilen bir diğer konu. Restoranın atmosferi de sıcak ve samimi olarak tanımlanıyor. Kısacası, Alfredo Bistrot, Pozzallo'da keyifli bir yemek deneyimi yaşamak için harika bir seçenek gibi görünüyor. Okey o zaman. Ben oraya deneyeyim. Bir şeyler yiyeyim. Ne düşünüyorsun? Alfredo Bistrot harika bir seçenek gibi görünüyor. Deniz ürünleri konusunda uzmanlaşmışlar ve yorumlar da çok iyi. Umarım yemeğini beğenirsin. Afiyet olsun. Deniz kenarındadır. Belki iyi olabilir. Bilmiyorum.
Alfredo Bistro'nun tam olarak deniz kenarında olup olmadığına dair kesin bir bilgi bulamadım. Ancak Pozzallo'da deniz ürünleri için çok beğenilen bir restoran olduğunu biliyorum. Okey, ben şimdi beğeniyorum. Bir dakika bekle. Gideceğim yerin adı... bir dakika. Anladım. Yedizzeym adında bir yer bulamadım. Yapay zeka tırkadan verdi ki, get bu Alfredo Bistro'da ye, yəni yaxşıdır şeyləri, rəyləri. Orada dəniz məhsulları çox yaxşıdır. Korotça, süni intellektin tırkası ilə restorana gedirəm. Gedim görüm, yeyim görüm nə var. Balıq qızartması istəyirəm, acmışam. Ləzzətli bir dənə balıq qızartması. Vırım geçsin. Görək indi. Süni intellektə etibar eləmək olar, yoxsa yox? Süni intellektin məni gətirdiyi restoran həqiqətən də çox dadlıdır. Çox maraqlı olan bir şeydir ki, deməli, bu çörəyi də özləri bişirirlər. Bu gördüyün küncütlü çörəyi də özləri bişirirlər. Həyatımda yediyim ən dadlı zeytun yağıdır, təbii olaraq. Yəni, inanılmaz mükəmməl bir şeydir də. Sanki zeytun yağını, yəni, yediyin zaman elə bir ki, zeytun yeyirsən. O qədər dadlıdır. Yəni, tak ki, süni intellekt çox sağ ol. Hələ normal menü gəlməyib ha. Çox qəşəngdir amma. Belə bir şeydir. Dadına baxım görüm necədir. Tuna balığı deməli reyhan, limon və zeytun yağındadır. Çox dadlıdır. Üçüncü yeməyim gəldi. Deməli avokado sosunda tartar balıqlı bu düyüdü. Çox gözəl yemək bişiriblər də. Yəni süni intellektə etibar eləyib. Mükəmməl dadı var. Şokoladlı keyk, üstü karamelli, çox dadlıdır. Çayım bitdi. Deməli 78 avro hesabı verdim. Yeməklər çox dadlıydı. 4 dənə fərqli yemək idi. Tuna, tartar tuna və o birisi adım bilmirəm. Çox dadlıydı. Yəni ləzzət də prosta bir sözlə. 20 avroda çayavoy verdim. Yəni o qədər ləzzət aldım ki 20 avro mən xəsis bir insan 20 avro çayavoy verdim. Yəni mükəmməl də bir sözlə. İtaliya gözəldir, brat. Yaşamaq ümumiyyətlə gözəldir. Maşın hazır. Gətirdim, park elədim. İndi yoxlayacaqlar, sağollaşacaqlar və çıxıb gedəcəm. Qarda. Sadə, asan. Sadəcə belə bir şey var. Eyni aeroportdan götürüb, eyni aeroporta da qaytaranda mən vəziyyətimə bax, gelib dənizdə çinmişəm. Şortikim də yaşdı. Nələ ki gözləyirəm. Eyni aeroportdan götürüb, eyni aeroporta qaytaranda rahat olur, ucuz olur. Amma başqa aeroportdan götürüb, başqa aeroporta qaytaranda yəni biraz baha olur. Belə yoxlayırlar maşını. Maşına baxırlar, yoxlayırlar. Hə? Here. Here. Benim maşınanı. That one? Okay. Yeah. Kilometrajı yazırlar, charge yazırlar. Məndə full sığorta deyənək üçün. Qıza deyirəm ki, bəs şeydir də 30 dərəcə isti var, bir dənə isti var. Hələ bunu da qoymuşam boynuma, çünki sumkaya soxmağa yeri yoxdur. Qıza deyirəm ki, bəs tumuşum yaşdı da. Şortikim yaşdı da, neyniyim? Mənə bir şey ver də, plastik torba ver. Dedi, gözlə baxım ki, baxdı ki, heç nə yoxdur. Deyir, heç nə yoxdur. Əlimdən aparım, indi aeroporta tumuşum əlimdə gedirəm yəni. Neyse olsun, boş ver. Əsas o da gedim üçün. Bir saatdan sonra samalyotum üçün mən hələ buralarda sülənirəm də bir sözlə. Neyse olsun, boş ver. Belə, gedim Londona. Londonu bir 3-4 saat fırlanım. Oradan da İsveçə. Yetər artıq. Amma ləzzət elədi. Siciliya, İtaliya səyahətim çox ləzzət elədi. Yəni belə dənizə girdim, dənizi çəkməmişəm, yeri gəlmişəm. Saçmaz adıma var. Səhərdən 1 saat vaxtım var idi. Ekstra. Getdim dənizdə çimdim, tumuşum ona görə. Tumuş deyəndə şortikim ona görə yaxşı da. Bir sözlə yəni ləzzət elədi. Dünənlərdə çimdim dənizdə bir 1 saat, 2 saat daşı.
Prosta çox günəşin altında qalmaq istəmirəm ki, 30-35 dərəcə istidir. Adamı yandırır da. Mən günəşi, yəni İsveçdə görmürük. Udarını şey almayım da. Çox günəş şüaları almayım deyə. Nəysə belə, hələlik İtaliyadan çox razı qaldım, Siciliya adasından. Ümumi maşın kirası, yeməklər, otel falan hamısı bir yerdə. Maksimum mənim nə qədər xərcim çıxdı? 800.000 avro deyək ki, heç nə. Yəni 3-4 günlük qazancım. Bir həftəyə 2000 qazanıram. Yəni 4 günlük qazancım. Əla, super. Bir sözlə həyatdan zövq ala-ala yaşamağa davam. Məndən bu qədər.